Nələr gözlənilir video xülasəsi ilə bir çox məqamlardan xəbərdar olduq əziz tamaşaçılar. Amma biz bayaq da qeyd elədik ki, bugün Ümumdünya İnkişaf üçün informasiya günüdür. Ümumiyyətlə sizi də yəqin ki maraqlandırır əziz tamaşaçılar bugünün əhəmiyyəti, məqsədi və məramı. Bununla bağlı bizim studiyamızın qonağı var və hal-hazırda həmsöhbət olacaq. Bəli, studiyamızın qonağı Rasim Mahmudovdur. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı. Xoş gördük sizi. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Bugünlə bağlı istəyəcəyik ki, bir qədər ətraflı məlumat verəsiniz. Qeyd elədiyimiz kimi günün əhəmiyyəti, bir qədər tarixinə də nəzər salsaq yaxşı olar. Buyurun. Hər şeyin bir yaranma səbəbi var. Düz 40 il bundan əvvəl, 1972-ci ilin 24 oktyabrında BMT Baş Assambleyasının xüsusi bir qətnaməsi qəbul olunub ki, bugün hər il Ümumdünya İnkişaf üçün informasiya günü kimi qeyd olunsun və qeyd edim ki, bu gün həm də BMT-nin yaradıldığı, təsis olduğu gündür. Bəli. Həmin vaxtda təsadüf edir, əlamətdar bir gündür. Bunun məqsədi nədir? Yəni, burada əsas məqsəd həmin gündə dünyada inkişaf problemlərinə diqqət çəkmək, inkişaf problemləri həll etmək üçün beynəlxalq ictimaiyyətin əməkdaşlığını zərurətini vurğulamaq və bu əməkdaşlıqda bu problemin həllində, inkişaf problemləri həllində informasiya faktorunu önə çəkmək, informasiyanın rolunu qabartmaq və informasiyanı paylaşmaqdan ibarətdir. Bəli. Çünki hər bir inkişafın əsasında informasiya mübadiləsi çox mühüm rol oynayır. İnformasiya mübadiləsinin nəticəsində təbii ki, inkişaf üçün böyük təkanlar yaranır. Bu, təbii ki, dünyanın müxtəlif regionlarında inkişaf baxımından fərqlər mövcuddur, müxtəlif ölkələr, xalqlar arasında. Bundan söhbət təbii ki, elm tutumlu informasiyadan gedir ki, hər hansı bir regionda inkişaf varsa, həmin inkişafın, həmin təcrübənin paylaşmasından gedir söhbət ki, digər regionlar da bundan bəhrələnsinlər və bu dünyadakı inkişaf proseslərindən geri qalmasınlar. Əlbəttə ki, inkişafa informasiyanın təsiri qalmaz dərəcədə çoxdur. Bilirsiniz, tarixən informasiyanın paylaşılması məsələləri həmişə problem olub. Bilirsiniz, indiki müasir dövrdə bu məsələlər xeyli asanlaşıb. Biz keçmişə bir ekskurs eləsək görürək ki, informasiyanın dünyanın bir regionundan digər regionlarına paylaşması üçün bəzən min illər lazım gəlir. Çünki kommunikasiyalar yox idi, cəmiyyətlər qapalı idi, inteqrasiya yox idi. İnsanlar dünyanın bir başında baş verən hadisələr digər yerlərdə bunu gəlib çıxması üçün müəyyən dövrlər lazımdır. Adətən bu müəyyən səyyahların, müəyyən o ticarətçilərin hesabını... Çaparlar var idi ki, göndərirlər bu xəbəri digər bölgəyə. Gəmilər vasitəsilə ilk böyük ticarət karvanları olurdu. Onların hesabına, o ticarətçilərin hesabına yayılırdı adətən ilk dövrlərdə. Sonra təbii ki, poçt meydana gəlməsi, bundan başqa tarixdə müxtəlif informasiya inqilabları baş verib. Bunlarla hər birinin mərhələli olaraq təsirlər olub. Təsəvvür edin ki, birinci informasiya inqilabı yazılı meydana gəlməsi ilə bağlıdır. Yazılı o deməkdir ki, ilk dəfə olaraq artıq yazılı meydana gəlməsi ilə informasiyanın qeydə alınması, yəni fiksə olunması imkanları yarandı. Amma ilk informasiya... Tarixin həm də qorunması. Amma ki, burada imkanlar məhduddur, onun miqrasiyası, informasiyanın daşınması məhduddur. Çünki informasiyanı təsəvvür edin ki, qaya parçalarına, inək gönünə, papiruslara bunlar yazılırdı. Bunların daşınması problemi, sadəcə yadda saxlanması imkanları var idi. Lakin 15-ci əsrdə Gutenberg tərəfindən Almaniyada kitab çap texnologiyasının meydana gəlməsi burada böyük bir imkanlar yaratdı. Artıq kitab kiçik həcmli bir vasitədir. 1415-ci il idi deyəsən. Yox, biraz sonraki illərdir. Deməli, həmin dövrdə artıq informasiyanın, artıq kitablar vasitə, kitablara həkk olan informasiyanın daşınması imkanları yarandı. Artıq o vaxtlar poçta var idi. Daha sonra elektrikin kəşfi, telefonun, teleqrafın, televiziyanın, radionun meydana gəlməsi artıq informasiya məkanını qloballaşdırdı. Və bu günümüzə qədər gəlib çıxdı. Və nəhayət ondan sonraki dövrdə mikroprosesorla kompüterlərin internetin meydana gəlməsi, bu isə artıq daha növbəti bir dalğadır. Bilirsiniz, bugün informasiyanın, informasiya mübadiləsində çox böyük önəmi var. Ani olaraq informasiyanın dünyanın istənilən nöqtəsində qəbul etmə imkanları var. Gecə, gündüz heç bir məhdudiyyət yoxdur. Yəni, internetdə televiziya, radionun fərqi odur ki, burada daha asan, əliyetərlik daha yüksəkdir. Bəli, fikir mübadiləsi, təcrübə mübadiləsi aparılır. Məsələn, biz Bakıda oturub Amerikalıda bir alimdən həm söhbət ola bilərik, çox rahat şəkildə fikirlərimizi bölüşə bilərik. Ümumiyyətlə, texnologiyanın informasiyaya təsiri danılmazdır. Əlbəttə ki, kommunikasiyaların inkişafı informasiya mübadiləsini sürətləndirir. Təsəvvür edin ki, indi artıq dünyanın bir yerində baş verən hadisə ani olaraq bir dəqiqənin içində dünyanın digər regionlarına bütün dünya xəbərdar olur. Artıq məlum olur. Artıq burada bu ən çox internetin hesabındadır, mobil texnologiyaların hesabındadır. Artıq
informasiya qloballaşır, bilik üçün imkanlar, bilik mübadiləsi imkanlar çox genişdir. Bugün internet vasitəsilə, sosial şəbəkələr vasitəsilə istənilən, yəni müxtəlif elmi cəmiyyətlər var, təhsil cəmiyyətləri var, digər peşə cəmiyyətləri var ki, onlar və yaxud müxtəlif, yəni xarakterli sosial şəbəkələr var, virtual cəmiyyətlər var ki, onların hesabına artıq istənilən informasiyanı, istənilən biliyi paylaşmaq, onu inkişaf üçün istifadə etmək mümkündür. Bilirsiniz, informasiya bugün, informasiya cəmiyyət dediyimiz bir dövrə artıq biz qədəm qoyuruq. İnformasiya əsas strateji resursa çevrilir. Məsələn, bunun əvvəlki deyirik sənaye cəmiyyəti, bunun əvvəl aqrar cəmiyyət, aqrar cəmiyyətin əsas maddi sərvətləri kənd sərvəti məhsulları idi, sənaye cəmiyyətində sənaye məhsulları idi, bugün isə artıq informasiya məhsulları. Həmin məhsullardan informasiyanın bir əmtə kimi çox böyük fərqi və üstünlüyü var. Bernard Shaw deyirdi ki, mənim bir almam var, onu kiməsə versəm, səndə də bir alma var. Səndə olacaq 2 alma, məndə heç nə. Amma informasiyanın, məndə bir informasiya var, səndə də bir informasiya, biz onu paylaşdıqca, səndə də 2 informasiya olacaq, məndə də 2 informasiya. Yəni, informasiya əmtək kimi onu istənilən sayda çoxaltmaq mümkündür. Xarab olmur, azalmır, tükənmir. Amma maddi xassəli istənilən əmtə, onun müəyyən istifadə müddəti var, o istifadə olunca azalır, yox olur. Amma informasiya əksinədir. İstifadə heç onun paylaşılır, artırılır. Daha da çoxalır. İnformasiyanın önəmi əmtək kimi çox böyükdür. Doğrudur əslində, Rəsiməm, doğru qeyd edirsiniz və bugünün əslində adının özü maraqlıdır, inkişaf üçün informasiya günüdür. Bugünlə bağlı hansı tədbirlər həyata keçiriləcək? Rəsim müəllim, bəlkə bir qədər balaca məlumat çatdıraq tamaşaçılara. Bilirsiniz, bu artıq informasiya ilə bağlı ümumiyyətlə çoxlu beynəlxalq səviyyəli tədbirlər var. İnkişaf üçün informasiya təhlükəsizlik günü noyabr ayında olacaq. İnformasiya cəmiyyəti günü. Bunlar biraz müxtəlifdir. Mən hesab edirəm ki, bir qədər bunları bir yerə yığmaq lazımdır. Günləri bir qədər müxtəlif vaxtları informasiyanın müxtəlif aspektlərinə diqqət çəkmək üçün. Bu mövzuları bir gündə bəlkə də daha yaxşılar. Çünki burada hər bir informasiyanın müxtəlif xüsusiyyətlərinə, imkanlarına yönəlib. İnformasiyanın təhlükəsizliyi bilirsiniz, bugün daha önəmlidir. Bugün internet mühitində, virtual mühitdə baş verən prosesləri, informasiya hücumları, görürsünüz, veb saytlarının dağıtılması və s. məsələlər var. İnformasiya müharibəsi problemləri var. Müxtəlif ölkələr arasında, hətta ölkə daxilində müəyyən siyasi qüvvələr, ayrı şəxslər üçün bu çox önəmlidir. Ona görə də müxtəlif aspektlər var. İnformasiya cəmiyyəti günü var, 17 mayda qeyd olunur. Həmin gündə də informasiya cəmiyyətinin inkişafına yönəlik tədbirlərin keçirilməsi daha çox önəm daşıyır. Ona görə də bax, bu tədbirlər hamısının bir arada olması daha yaxşılardır. Bu 72-ci ildə bilirsiniz, hələ internetin hələ rüşeym halında olduğu bir dövrdə idi. Hələ onda bu informasiya texnologiyalarının belə inkişafı yox idi. Ona görə də bugünkü texnologiyalar baxımından əlbəttə yenə də əhəmiyyətlidir, amma hesab edirəm ki... Sizcə bu mövzuları bir gündə müzakirə etmək mümkün olacaqmı? Müzakirədən yox, ümumiyyətlə bu söhbət gedir ki, həmin gün kütləvi şəkildə müəyyən tədbirlər keçirilər və diqqəti cəlb etmək. Tədbirlərdə də təbii ki, fikir mübadilələri də olacaq. Təbii ki, bununla bağlı da müəyyən tədbirlər keçirilir. Yəni BMT səviyyəsində, beynəlxalq təşkilatlar səviyyəsində, digər qurumlar səviyyəsində və bu informasiyanın önəmi, onun paylaşmağın önəmi insanların, ictimaiyyətin diqqətinə cəlb olunur ki, bu informasiya inkişaf üçün paylaşmaq lazımdır ki, müəyyən inkişaf problemləri həll olunsun. Aydındır. Rəsim müəllim, sizə təşəkkür edirik bugün gəldiyiniz üçün. Vacib məlumatları çatdırdıq tamaşaçılarımıza və işinizdə uğurlar arzulamaq istəyirik. Bir daha xatırladaq ki, bir daha xatırladaq ki, qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı idi Rasim Mahmudov. Təşəkkür edirik sizə Rasim müəllim. İstəkli tamaşaçılarımız, ümumiyyətlə Aynur, Rasim müəllim bugünkü mövzumuzla bağlı, bu mövzu ilə bağlı bizi maraqlandıran suallara aydınlıq gətirdi. Amma insanlar hər zaman bir neçə suallarla maraqlanır.